Deməli, Azərbaycan Dövlət Televiziyasının belə bir paylaşımı qabağıma çıxdı. Azərbaycan Dövlət Televiziyası ASTV bildirir ki, bəs COVID-19 ilə bağlı gizli dosyalar üzə çıxıb, dünyanı bürüyən bu pandemiya oyun imiş. Şok faktlar və bu faktlarla bağlı da sujet hazırlayıb. Lap yaxşı. Əgər Azərbaycanın Dövlət Televiziyası, yəni rəsmi dövlətin televiziyası bizim vergilərimizlə formalaşan, büdcədən pul alan bir televiziya COVID-19 pandemiyasını oyun adlandırırsa, yəni belə bir pandemiya olmayıb, yəni süni şəkildə hazırlanıb oyunu imiş, onda bu oyuna aldandığına görə həm Azərbaycan Televiziyasının rəhbərliyi, həm Azərbaycan hakimiyyətinin nümayəndələri, təbibi, Səhiyyə Nazirliyi, aidiyyəti qurumlar çıxıb Azərbaycan xalqından üzr istəməlidir. Üzr istəməlidir ki, biz dövlət olaraq, hakimiyyət olaraq, televiziya olaraq sizə oyun olan bir pandemiyanı gerçək, real bir pandemiya kimi təqdim eləmişik. Buna görə bir ilə yaxın sizin azadlıqlarınızı məhrum eləmişik, evdən çıxmaq üçün SMS falan və s. tətbiq eləmişik. Sizə oyun olduğunu bilməyərək, aldanaraq sizə 3 dəfə vaksin vurdurmuşuq, heç bilmirik. Əgər pandemiya oyunsa, demək ki, vaksin də oyunu imiş, böyük ehtimal. Bilinmir o vaksinin içində nələr var, nələr yoxdur. Hətta o vaksindən sonra nə qədər ətrafımızda, yaxınımızda da insanların birdən-birə qəflətən xəstələnmələrini, qəflətən ölümlərini də özümüzdə görmüşük ətrafımızda. Buna görə də çıxıb üzr istəməlidir, hətta istifa belə verməlidirlər vəzifələrindən. Eyni zamanda minlərlə insanı da bu oyuna görə, bu oyun pandemiyaya görə cərimə etmişsiniz. Maska taxın, onu eləyin, bunu eləyin. Və o cərimələri də Azərbaycan hakimiyyəti gərək ləğv eləsin. Çünki dövlətin belə deyək, bir nömrəli kanalı, dövlətin kanalı deyir ki, bu oyun imiş. Oyunsa lap yaxşı. Onda bütün cərimələri də ləğv eləyin və Azərbaycan xalqından üzr istəyin.